Yeşaya 38-ci fəsil. Xizqiyanın xəstələnməsi. O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: Rəbb belə deyir, evin üçün vəsiyyət elə, çünki xəstəlikdən sağalmayıb öləcəksən. Xizqiya üzünü divara çevirdi və Rəbbə dua eləyib dedi: Yalvarıram, ya Rəbb, yadına sal ki, necə sənin önündə salihliklə və sidq ürəklə davranmışam, necə sənin gözündə yaxşı olan işlər eləmişəm. Xizqiya acı-acı ağladı. Sonra Rəbbin sözü Yeşayaya nazil oldu. Qayıt Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir. Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax, sənin ömrünü 15 il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qutaracağam. Bu şəhəri qoruyacağam. Söylədiyi sözə əməl eləyəcəyinə Rəbbin verdiyi əlamət budur. Batan günəşin, Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi 10 dərəcə geri çəkiləcək. Beləliklə, günəş emmə dərəcəsindən 10 dərəcə geri çəkildi. Yahuda padşahı Xizqiya xəstələnib şəfa tapandan sonra bunu yazdı. Mən öz-özümə dedim, ömrüm yarıya çatan zaman ölülər diyarının qapısından keçməliyəm. Həyatımın qalan illərindən məhrum olmuşam. Dedim, Rəbbi dirilər arasında, bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi artıq insan üzü görməyəcəyəm. Evim çoban çadırı kimi dağıldı, əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr eləyirdi. Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın. Səhərə qədər ağrılardan çığırdım. Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın. Qaranquş kimi, durna kimi çığırdım. Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm. Nə deyim? Mənlə danışan, bunu eləyən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi sakit yaşayacağam. Ya Xudavənd, adamları yaşadan sənsən. Məni də sən yaşadırsan. Məni yenə cəzalandıracaqsan. Yaşat məni. Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qutardın. Bütün günahlarımı aradan götürdün. Axı ölülər diyarı sənə şükür eləməz. Ölüm həmdlər söyləməz. Qəbrə düşənlər sənin sədaqətinə ümid eləməz. Bugün sənə elədiyim kimi dirilər, yalnız dirilər sənə şükür eləyər. Atalar sənin sədaqətini övladlarına tanıtdırır. Rəbb mənə qurtuluş verdi. Ömrümüz boyu Rəbbin məbədində səni simli alətlərlə, ilahilərlə mədh eləyərik. Əvvəl Yeşaya demişdi. Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın. Xizqiya dedi, Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?